Yeni texnologiya peyvənd israfını azaldacaq. Sürrey Universitetinin alimləri istiliyə məruz qalıb keyfiyyətini itirən peyvəndləri anında aşkar edərək rəngini dəyişən texnoloji etiket hazırlayıb. TempSite adlanan bu aşağı maliyyətli texnologiya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə olunan sistemə yeganə alternativdir. Peyvəndlərin yarısı istilik zəncirinin pozulması səbəbindən israf olur. Bu isə xüsusilə az və orta gəlirli ölkələrdə böyük problem yaradır. Yeni etiket peyvəndinin təhlükəli temperaturda nə qədər müddət qaldığını göstərə bilər. Layihənin başında duran doktor İzabel və komandası bu texnologiyanı kommersiya məhsuluna çevirməyə nail olub. Təxminən 5 milyon manata yaxın investisiya ilə inkişaf etdirilən texnologiya artıq Ümumdünya Səhiyyə Təşkilatının test mərhələsinə daxil olub və beynəlxalq immunizasiya proqramlarında istifadəyə hazırlaşır. Yeni sistem həmçinin qan, xərçəng dərmanları və hətta ərzaq məhsulları üçün də perspektiv vəd edir.